Demək Kənan, burada bizim peçenyamız var. Kurabiyemiz Türklər demiş. Amma siz gecikdiyinizə görə mən onu artıq hazırlamışam. Çünki iş aparacağım, həm də çayla içəcəyik. Maraqlıdır. O peçenyanı mütləq sizlə bölüşəcəm. İnanın ki, dünən onu hazırladıq, çay içdim. Elə bildim ki, ay uşaqlığıma getdim. Çünki nəylə hazırlamışıq onu? Yağın tortasıyla. Çox maraqlıdır. Demək qalıb bir neçə saniyəmiz. Kənan, sən bunu yaxından çək. Elə dadlıdır Kənan. Bundan sonra çay verəcəm, içərsən. Başlayıram indi ətimi hazırlamağa. Kəlalə bayaqdan belə deyir, ət. Hər vaxtınız xeyir olsun mənim əziz və dəyərlilərim. Bu günləri nə hazırlayacağım? Ətimiz Tovuzdan gəldiyinə görə, Tovuza məxsus. Bəlkə hər bölgədə var, amma mən bunu Tovuzda görmüşəm. Niyə? Çünki təpə kişnişinə görə. Bunu sizlər üçün hazırlayacağım. Məncə Şəlalə bir dəfə hazırlamışıq biz bunu ocaqda. Çoxdan. Bəli, ətimiz oradan gəlib rayondan və ola bilər ki, toz, torpaq, mikrob var. Mən bunu təmiz, sadə suda yumuram. Bunu görürsünüz, alma sirkəsidir. Tökürəm suyuma. Ətlərimi qoyuram bura. Bütün qanı, mikrobu, nəyi varsa hamısı gedir. Ümumiyyətlə ət alanda, bəzən deyirlər əti yumaq lazım deyil. Əti o halda yumazsan ki, ət heyvan öz əlində kəsilər, öz evində kəsilər. Bilərsən ki, bu tərtəmizdir. Yəni ona görə də onu yumamaq, belə sirkəli, limonlu suya qoymaya bilərsən. Bura hamısından gedəcək yablışqası, beli. Çünki burada gərək bu iş belə o qədər gözəl olsun ki, belə sümüyüdə olsun. Antrikotları qoymayacağım. Çünki antrikotlar bunlar mütləq olmalıdır. Antrikotları Gülya xanım Maqa ilə Həsənə hazırlayır. Hə Gülçika? Həsən? Həsən biz... Biz kalorin yemək yiyoruz. Ooo. 300 kalori Bay, görürsünüz də 12 yaşında uşaq. 319 kalori. Quyruq da. Yəni kalorini də hesablayırsınız. Hə, çəkilir. Dünya görün harasıdır da. Qoy olsun, bu da olsun. Bunları da saxladım Gülya xanım. Bunlar bir 10 dəqiqə qalmalıdır bu suda, sirkəli suda. Qanı, iyi, qoxu hamısı getməlidir. Bunları sonra yenə təmizləyəcəm. Mütləq və mütləq. Görürsünüz, qan nə varsa çıxır. Artıq nə varsa çıxır. Təpə kişnişimizdir. Ay, hələ var. Ay Allah, bunlar nə gözəldir. Nə qədər ki var, bunlardan istifadə etmək lazımdır. Məncə burada da olar. Olmaz. Yoxdur burada, hə? Amma kaş ki gətirərdilər, burada da insanlar bunu bilərdi, tanıyardı, ətrini, qoxusunu. O qədər gözəl ətiri var, qoxusu var, belə möhtəşəm. Bu da bizim quyruqlarımız. Quyruğu da qoyuram bura, biraz. Bu da sirkədə. Mən toyuğu da qoyuram sirkəyə, çünki toyuq mütləq sirkəyə qoyulmalıdır. Toyuqda bilirsiniz də, bütün mikrobları üstünə çəkir. Toyuğun ümumiyyətlə su vurmaq olmaz. Amma sirkəyə qoymaq olar. Və sonra yaxşı-yaxşı yuyursunuz və quruluyursunuz. Sonra istifadə edirsiniz. Bəh, Gülçika, bu nədir? Gülya xanım bizdə peşəkar poverdir. Amma deyir ki, mən neçə ildir buradayam, Bakıdayam da. Yəni, restoranlarda olub, bu evlərdə o işləməyib, baz işləyib, iki evdə işləyib. Bu əsasda restoranlarda, otellərdə, hə, Gülya xanım. Deyir, bu otu birinci səfər sizdə görmüşəm.
Gərək bu otu görmək üçün tozda evində işləyəsən. Ay Gülya xanım, tozduların yanında olasan. İnansız bunun kötüyünü də atmağa hayfım gəlir. Ay, bu nə də, ay Allah. Bunu tanımayanlar vallahi çox şey itirir. Mütləq və mütləq tanıyın. Təpə kişnişi. Nə olar, gəl bunu çək də, qoy hamı istifadə eləsin. Baxın, belədir. Görürsünüz, şüyüdə oxşuyur, belə balaca-balacadır. Vəsə, may ayı bunun son vaxtıdır da. Maydan sonra bu çıxmır. Demək, bizim bu yemək əslində çoban yeməyi adlanır. Amma biz bunu kalapır deyirik. Bunu fərqli hazırlayırlar. Hər cürə, içərisinə hər cür göydə vura bilərsən. Soğan vururlar, nə bilim, ondan sonra bunun içinə biber də vura bilərsən. Amma bu təpə kişnişi çıxan vaxtı bunun içərisinə o təzə əmlik quzu, bax belə bir quzu və içərisinə tək olaraq təpə kişnişi, bir də göy soğan vura bilərsən. Mən bugün heç o göy soğanı da vurmayacağam. Tək təpə kişnişindən istifadə edəcəm. Çünki bu bambaşqa bir şeydir də. Mən çox istəyirəm ki, bunu hamı tanısın. İnanın, dəhşətli bir şeydir. Bunun hazırlanmasını keçən səfərdə qışa saxlanmasını sizə demişəm. Bunu qurutmayın. Qurudanda o iyi, qoxu, dad hamısı gedir. Bunu ən yaxşısı, belə köklü-köklü, heç kökünə dəyməyin. Çox az. Bunu belə götürdünüz, belə cığalalara qoyursunuz, dondurmaya və sonra da işlətdiyiniz miqdarda bağlayırsınız da. Məsəl üçün, mən bundan az bağlamıram. Belə, çünki mən bunu çox istifadə edirəm. Gərək olanda ikisini bir yerdə qatıram. Bu çox gözəldir. Qoyursunuz soyuducuya, sonra bəh. Sonra bunu çıxardırsınız. Hər şeyə istifadə edirsiniz. Şorbalara, hətta lobiya. Lobiyada bunun bir dadı olur. Ay dədəm, vay. Sən yemirsən bizdə bunu lobiya ilə, Şəlalə? Yox. Sən heç bilməyibsən ki, bundan içində var. Əgər bu bizdədirsə, biz lobiyanı demək olar ki, Gülü, qışda da bundan hazırladıq, hə? Çıxartdıq. Yenə biz artıq bunu depolamışıq. Bu şəkildə, görürsünüz. Bu şəkildə bunları soyuducuya qoyuruq, yəni. Soyuducuya qoyuruq. Gülü xanımı qoyun soyuducuya. Saat 11-in yarısıdır. Biz artıq günorta yeməyimizi hazırlayırıq. Bundan sonra nə edəcəm? Hazırlaşacağım və işə gedəcəm. Bugün işə gec gedirəm. Çünki bu yeməyi hazırlamaq istədim və hazırlayanda da sizlərlə bölüşmək istədim. Bir də nə istəsəz ki, hazırlayaq, siz yazın. Yazın görüm sizə nə maraqlıdır mənim əlimdən. Bu belə. Artıq ətimiz də hazırdır. Görürsünüz, ət görürsünüz, rəngini dəyişdi. Nə gözəl, nə gözəl. Qanı, qoxu. Bilirsiniz, bu sirkədə qalanda bunun qoxusu da gedir. Hinduşkanı mütləq qoyun, mütləq. Yəni demək, mənim əzizlərim, o qədər gözəl olur ki də, baxın, qanı, mikrobu, iyi, qoxusu, hamısı gedir. Bunu biz belə yığırıq qazana, bunu qaynadırıq, qəşəng. Sonra hazır olandan sonra, ət pişəndən sonra bunu tökürəm başqa bir qazana. Quyruqları mütləq. Quyruqları qıraqda hazırlayacağım pişəndən sonra. Bunun duzudur, İşte otudur. Hamısı bu bir buğum qaynayır, pişənə yaxın tökülür. Tez bunu tökmək olmaz. Soğanı atıram. Bu tam pişənə qədər bunun içində olacaq.
Üstünə çıxana qədər su tökdük. Və ağzını bağlayıram. Bu qaynayır. Kəfini yenə alırıq bunun. Yenə də qaynayır. Bunun suyunu dəyişmək olmaz. Çünki bu artıq sirkəli suda olubdur. Tərtəmizdir. Bunun biz suyunu dəyişsək, ətin dadı tamı gedər. Bu da kəklik otudur, amma yamyaşıldır. Tozun qadasını alaram, tozdan göndəriblər bunu da, görürsünüz. Ay Allah, ay Allah, ay Allah. Mən neyniyim, bax, mən neyniyim. Bəli, bundan da belə, bunun qurusu da olar. Amma indi bizdə yaşı var deyin, yaş daha gözəldir də. Bunu belə hazırlayacağım. İndi görürsünüz də bu nə yemək olacaq. Amma bunu sarımsaq qatıqsız yedinsə apar tulla. Yəni bunu sarımsaq qatıqla yemək lazımdır. Sarımsağın da təzə çıxan vaxtıdır. Bəş dədəm bəş. Kənan indi ofisdə qalmağından danışır. Bizim bir Samirə var, ola yazın Samirəsi. O geç çıxır işdən. Kənan da yaqin montaj eləyirsənmiş, hə? Kənanı içəridə qoyub gözünə dönərəm. Siqnalizasiyanı vurub gedib. Kənan da ayaqüstə duran kimi siqnalizasiya çalıb. Sonra polislər gəlib buna deyib, vay oğru, çıx çölə. Deyir, dedim, mən nə oğru? Buranın əməkdaşıyam. Ay Kənan. Mənim əzizlərim, mən kəklik otu haqqında bildiyim məlumatları sizə verim. Dədə-baba qaydası ilə deyim, neyniyir? Kəklik otu bədəndə olan bütün soyuq dəyməni aparır. Qan damar sistemini tənzimə salır. Əgər tromblaşma varsa da, bunu kurs olaraq içirsənsə də, bir şey dediyim, təzyiqi biraz aşağı salır. Əgər təzyiqiniz aşağıdırsa da, içərisinə mütləq bal qata bilərsiniz. Yox, təzyiqiniz yuxarısa da, bu sizin üçün də lap xeyirdir. Bunu kurs şəklində də içmək olur. Mən bilirəm ki, bu mədə bağırsaqda əgər iltihab varsa, ümumiyyətlə bədəndə iltihab varsa, soyuqlama prosesi varsa, mütləq və mütləq kək otudan istifadə edirlər. Hələ biz uşaq olanda demək neynirdi anam? Yəni bunu nənəm gildə eləyirdi. Biz uşaq olanda əgər xəstələnərdiksə, belə bir qazanda, demək onun içinə xırda kartof tökərdilər. Kartof tökməyə də bilərdilər. Sadəcə kəklik otunu onun içərisinə tökürdülər. Və inqalyasiya, indi təzə şeyi var da, onun aparatı falan. O vaxtı biz bir məhrəva olardı, nə bilim, nəsə bir şey atırdılar və biz onunla nəfəs alırdıq. İnandırım ki, sizi heç bir xəstəlik qalmırdı. Hətta əgər bəlkə xəstələnirdiksə də, ayağımıza elədiyimiz vannanın içərisinə belə kəklik otu atılırdı ki, belə oxalanıb atılırdı ki, bədəndə qızışma getsin. Kəklik otu ilə mütləq çay verilirdi. Yəni, o qədər güclü bir bitkidir ki, bundan hər bir evdə olmalıdır. Hətta hər gün bundan çox az bir şəkildə çayınızda istifadə edin. Bu çox gözəldir, yəni bədəndə olan şişlikləri də aparır. Mən düşünürəm ki, kəklik otu əvəz olunmaz bir bitkidir. Çox güclü antioksidandır, yəni bundan istifadə edin. Bunu hətta qara çayın içərisinə yox, belə tək olaraq dəmləyin. İçərisinə bir balaca təmiz bal tökün, için. Ay, görün nə gözəl, görün nə gözəl. Bir dənə kəfi də yox deyə. Heç kəf yox deyə, inansınız. Amma bunu biz yenə, əzizlərim, süzəcəyik. Heç nə yoxdur burada. Hiçbir şey. Qaynayır, qoyun qaynasın tam olaraq. Saat yarım qaynamalıdır. Saat yarım qaynayır, ət tam həll olur, bişir. Biz onun ətini qoyuruq qırağa, suyunu süzürük. Mütləq suyunu süzün. Çünki əsas onun dadı, tamı, hamısı orada olur. Suyunu süzürük yenə ətin üstünə, əti təmiz olsun deyə. Sonra
İndi birazdan duzunu tökəcəm. Bax görürsüz kartoflarımız təzə kartofdur. May ayında artıq təzə kartof çıxır. Yəni baha da deyil. Kartofdur da, adi kartofdur. Təzə kartofdan istifadə edirik. Mən bunu bütöy 4 dənə, 5 dənə atıram içinə. Yəni bunu özün üçün də kartof sevənlər yeyir. Sonra içinə ayrı heç nə vurmuram. Bir də biber vura bilərəm. Ola bilsin hələ fikirləşirəm ki, o dadı tam dəyişsin biraz. Biberi vururam və çıxardıram. Bütöy. Biber tamını verəndən sonra çıxacaqdır. Bunun artıq duzunun vaxtıdır. Duzunu tökəcəm. Gözə yarı tökürəm, sonra duzuna baxıram. Çox az qalıb. Belə bişsin, artıq sonra süzəcəm. Bir 25 dəqiqəyə də kartof pişəcək, yeməyimiz hazır olacaq. Burada da təzə sarımsaq, görürsünüz, sarımsağımız da hazırlanır. Sarımsaq qatıq eləyəcək, bir neçə diş də atacağım onun içərisinə. Kenan, bunları da qazana tökəcəm. Süzəndən sonra onun içində olacaq. Gəl getdik. Gəl bunu ye, diril. On dəqiqə. Son 10 dəqiqə. Bir ətlərini çıxardıram. Birinci. Aldı görək nə dedi. Ət çox dağılmasın və əti yığdım bir yana. İndi bir 10 dəqiqədə kartof bişsin tam. Sonra süzəcəm onu. Bir 10 dəqiqədə qabuğumu qaynadacağım. Sonra göyərtisini üstə tökəcəm. Olacaq hazır və nə edəcək? Nuş edəcək. Kartoflarımız bişdi. Görürsünüz necə akuratını hazırladım. İndi bunu qıraqdan sən onu tut, mən suyunu süzüm. İndi sən onu elə saxlayarsan. Gördünüz? Ancaq üzündəkiləri görürsünüz. Çünki altda ucu belə kəfi olur. Bunu da heç nə eləmirik. Bitdi. Bu qoy 5 dəqiqə qaynasın. Bunu göyərtisini tökəcəm. Ətin rənginə baxın. Dümağ, sapsarı. Görürsünüz sirkədə olanda necə olur. İndi bu biraz da qaynayacaq, suyu çəkiləcək. Yoxsa suyu azdır, biraz sulu olanda qəşəkdə bilək. Ətin suyunu çəkə bilirsən, rəngini. Görürsən nə gözəldir. Bu yeməyi hamıdan çox burada şəlalə gözləyir. Can bala, can. 5 dəqiqədə gözləyirsiniz. Çəkirəm sizə. Yeyirsiniz, mən də hazırlaşıram, gedirik işə bir yerdə. Bunu biraz da göndərəcəm kimə? Bacıma. Çünki onlar da çox sevirlər. Bunu ancaq mən belə hazırlaya bilirəm. Ona görə də biraz da özüm dadacam, göndərəcəm bacıma. Bəh. Gəl sən bunu yemə. Axırda görürsünüz qazın altını yuxarı eləyirsiniz. Yüksək xodda belə qaynayır.
Gördünüz? Oca tam bilirsən ki, bu özünə gəldi. Sən bunu yemə də, gəsən bunu yemə. Birinci kəklik otunu vururuq. Birinci. Mən ölə bilərəm. Yo, mən də yeyəcəm bundan. Deyirdim ki, işə gedəcəm. Yeməyim, amma sarımsaqsız da olsa yeyərəm. Kənan deyir, heç vaxt yeməmişim, amma bunu yeyəcək. Aldı, görək nə dedi. Əslində bunu kartofsuz da eləyə bilərsiniz, amma yeni kartofdur da. Niyə də olmasın axı? Şəlaləyə bir dənə maça verin, güclənsin. Hə? Bu bizim sarımsaq qatıq. Bunu Kənanla şəlalə yeyəcək. Mən sarımsaq qatıqsız yeyəcəm. Amma o sarımsaq qatıqsız dadı olmur. Kənan, o bilirsən nədir? Gəl məni gör, dərdimdən öl. Bəli, mənim əzizlərim, nə deyə bilərəm? Sizə deyə bilərəm ki, ruziniz bol olsun, canınız sağ olsun. Hər zaman evinizdə qazanınız qaynar olsun, qaynayar olsun. Hələlik deyirəm sizə, hələlik.